Son illər paytaxtın müxtəlif rayonlarında istismar müddətini başa vurmuş 1206 liftin yeniləri ilə əvəzlənməyinə baxmayaraq, Bakıda bu problem hələ də tam həllini tapmayıb. Qeyd eləyək ki, ölkə başçısının bu günlərdə çox mənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Respublikanın 7 şəhərində çox mənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 9 milyon 940 min manat vəsait ayrılıb. Yenilənəcək liftlərdən 141-i paytaxtın payına düşür. Qapılar işləmir. Daha pul yığıb verməkdən yoruluruq. Nə qədər lift pulu alırlar sizdən? Ayda 1 manat. 5-6 ayda işləmir. Gedir 5-ci mərtəbədə ilişir. Vəssalam, məcbur olub piyada düşürük aşağı. Biz öyrəşmişik, diz şeyindən, məsafəsindən aralayırıq, bir təhər özümüzü qışqırırıq, bağırırıq. Uşaq onu eləyə bilmir axı. Sakinlərdən vaxtında lift xidmətinə görə ödəniş alınır. Lakin həmin liftlərin fəaliyyəti onları qane etmir. Qarış, yəni gah işləyir, gah işləmir bu. Keçən dəfə də uşaqlarım gəlmişdi, bilməm 4-cü mərtəbədən yoxsa neçədən buraxılmışdı. Aşağıda da purjunu yoxdur. 2 dənə turba var. Yəni o, nə bilim valla, əgər yuxarıdan gəlsəydi, burada ölüm də ola bilərdi. Paytaxtda Sovet dönəmində tikilmiş minlərlə bina var ki, liftləri uzun illərdir istismar müddətini başa vurub. Bura həm kooperativ, həm də Bakı şəhər icra hakimiyyətinin mənzil kommunal təsərrüfat birliyinin balansında olan çox mənzilli binalar daxildir. Son illər paytaxt Bakıda liftlərin yenilənməsi ilə bağlı müəyyən işlər görülsə də, ancaq paytaxtın müxtəlif rayonlarında ötən əsrdə tikilmiş binaların əksəriyyətinin liftləri istismar müddətini başa vurub. Həmən liftlər zaman-zaman restavrasiya olunmasına baxmayaraq, ya onlara düzgün xidmət göstərilmədiyi üçün, ya da sakinlərin o liftlərdən düzgün istifadə etmədiyinə görə hazırda həmən liftlər bina sakinləri üçün real təhlükə mənbəyidir. Elə həmin liftlərə cavabdeh olan rəhbərlərin məsuliyyətsizliyi, texniki nəzarətin olmaması köhnə liftlərdən mütəmadi olaraq qəzaları qaçılmaz edir. Dəyişilməlidir, nə troslara baxılır, nə bir şeylə kör-körəni minirik, qardaş, qalxırıq yuxarı, düşürük aşağı. Bunun trosdan xəbərimiz yoxdur. Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində əksər liftlər illərdir ki, istismar müddəti başa çatmasına baxmayaraq hələ də istifadə edilir. Əgər buna istifadə demək olarsa. Hövsan qəsəbəsində də əksər binaların liftləri ya işlək vəziyyətdə deyil, ya da təhlükəli vəziyyətdə çalışır. Problemdir də başdan ayağa. Gah qalırıq, gah sürüşür, gah qapısı çıxır, gah əsəbindən vururlar, qırırlar. 2-ci mərtəbədə qapı bağlıdır, 7-də açılır, bir də 9-da açılır, vəssalam. 86-dan mən köçmüşəm, bura 86-nın liftidir, başa dön. Yes, dəyişdirilib bu? Heç nə dəyişilməyib, ancaq sakinlərin sayəsində, Kooperativ binalardakı liftlərdən fərqli olaraq Bakı şəhər icra hakimiyyətinin mənzil kommunal təsərrüfat birliyinin balansında olan 5342 liftdən son bir neçə il ərzində 1206-sı dəyişdirilib. Ancaq buna baxmayaraq, hazırda paytaxtda 2500-dən artıq lift istismar müddətini başa vurduğu üçün həmin liftlərin yenilənməyə ehtiyacı var. Bəs paytaxtda uzun illərdir ki, sakinləri təngə gətirən köhnə liftlərin tamamilə yenilənməsi problemi nə vaxt mümkün olacaq? Bakı şəhər icra hakimiyyətindən verilən məlumata görə lift təmir istehsalat birliyinin balansında olan istismar vaxtı bitmiş liftlər qrafika uyğun dəyişdirilir. Ölkə başçısının sərəncamı ilə yaxın vaxtlarda alınaraq ölkəyə gətiriləcək 141 ədəd lift paytaxtın müxtəlif rayonlarında köhnə liftləri əvəzləyəcək. Rəşad Vəkiloğlu, Rəşad Əkbəroğlu, Space xəbər.